Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylirsen kender kuluna, adı güzel, özü güzel Muhammed. Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylirsen kenter kuluna, adı güzel, özü güzel Muhammed. Adı güzel, özü güzel Muhammed. Mümin olanların çoktur cefası, ahirette olur sevgi sefası. 18.000 alemin Mustafa'sı, adı güzel, özü güzel Muhammed. Canım kurban olsun senin yoluna. Salam hadi. Allah kabul etsin. Çok sağ ol hadi. Selam. Selam aleyküm. Allah kabul etsin. Allah kabul etsin. Hayır. Allah'ın Allah'ı elif hakikaten. Kərbəlayı Xalid qardaşımızdır. Təbrik üçün söz verdi Kərbəlayı Xalid qardaşımız. Salavat Muhammed ve Ali Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Ben de bütün təbriklere koşulam. Bugün elə bir gündür ki, yani kardeşimiz bu güne salıb, yani biz o günü deyirik. Qədirxum bayramı en izzətli bayramlardan ve o münasibətlə bütün Müslümanlara, bütün əhl-i beyt sevərləri təbrik edirəm. İmam Sadiq Aleyhisselam'a sual edilər ki, en üstün bayram hansı bayramdır? İmam Sadiq Aleyhisselam buyurdu ki, 4 tane bayram var. Hamınız bilirsiniz de Cümə suresi gelir. Cümə günü özü bayramdır, Kur'an'da gelir. Fitir bayramı Ramazan ayının axırı ve Kurban bayramı, İsmail Kurbanı ki Kur'an'da gelen bayramlardır. Ve ağa vurur ki bir de bayramların içinde en üstünü Qədirxumdur. Sözləri də ağa belə bir söz deyir. Buyurur ki Qədirxum bütün bu 3 dənədən də üstündür. Bayramlar içində bu 3 dənədən də üstündür. Daha əfsədir. Niyə? Əgər Qədirxum üstün olmasaydı, bax diqqət edin, Qədirxum üstün olmasa, Qədirxumu biz başa düşməsək. Çünki Qədirxumda vilayət seçilir, vilayətin rəhbəri seçilir. Onda bizim nə Ramazanımız, nə tutduğumuz orucumuz düzgün olmayacaq. Fitir bayramımız düzgün olmayacaq. Əgər biz Qədirxum ondan üstün olmasa, bizim Qurban bayramımız da düzgün olmayacaq. Görürsünüz, bu təzəvvizdə nə oyun saxtılar. Əhli Qurban bayramı ayın 10'u idi, düzdür. Vilayəti ona görə tanımaq lazımdır ki, ona görə Qədirxumu 14 əsr bundan qabaq ağa, Peyğəmbər Əlini seçdi. Əliyyən Vəliyullah. Əgər 4 bir tərəfə yayılmasa, Qədirxum tanınmasa, əgər onun məqamı bilinməsə, bu 3 dənə ki var bu bayram, bu 3 dənə bayram düzgün olmayacaq. Ona görə Qədirxum daha üstündür. Allah Teala bu bayramı daha da izzətli eləsin inşallah. O gün olsun ki, dünyanın 4 bir tərəfində, nəinki müsəlmanlar, bütün millətlər İslamı qəbul etsinlər və bu Qədirxumun izzəti ilə insanlar hidayət olsunlar.
Əliyəm Vəliyullahı tanısınlar, Əlinin vilayətini tanısınlar inşallah. Və Maidə surəsinin 67-ci ayəsində Allah Teala öz Peyğəmbərinə buyurur ki, tatdır. Nəyi tatdır? Tattırmasın, səndən risalətin tamamlanmamışdır. Yəni Əliyəm Vəliyullahı tatdır. O Əliyəm Vəliyullah ki, bütün insanların hidayəti Əliyəm Vəliyullahdadır. O Əli ki, Peyğəmbər onu özündən sonra Mövla seçdi. Allah bizi Əmir-əl-Müminin əleyhissalamla dünya və ahirətdə məşhur eləsin. Allah İlmizvar qardaşımıza da dal qalğı versin, o həmişə təbliğatçı olub və həmişə də Əhl-i məclislərinə izzət verib. Allah hamımızdan razı olsun, Allah bu məclisi mübarək eləsin və davamlı eləsin inşallah. Allah qəbul eləsin. Salavat Muhammed və Ali Muhammed. Dağdan keçər, daşdan keçər, verər bütün mülkün, malın, övladdan, qardaşdan keçər. Həzrət Hüseynin dostları candan keçər, başdan keçər, öz namusun, öz qeyrətin, satmaz Hüseynin məktəbin. Hüseyin sevənlər hər biri məhrəmdilər, qardaşdılar. Kimlər həmən məktəbdədir, bahəmdilər, qardaşdılar. O məktəbin şagirdləri möhkəmdilər, qardaşdılar. Tüm dostların, sirdaşların atmaz Hüseynin məktəbi. Yel yatar, tufan yatar, yatmaz Hüseynin məktəbi. Batil ilə haqqı bir, tutmaz Hüseynin məktəbi. Batil ilə haqqı bir, tutmaz Hüseynin məktəbi.